Salam əziz izləyicilərim. Bugün mən almalı piroq hazırlayacağım. Çox dadlı, ağızda eriyən, hamının biləcəyi bir piroq reseptidir. Salam əziz izləyicilərim. Bugün mən almalı piroq hazırlayacağım. Çox dadlı, ağızda eriyən, yumşaq piroq alınır. Hamının xoşu gələcək. Videolarımın davamı üçün beğen düğmesine basıp kanalıma abone olmağı unutmayın. İndi isə keçək hazırlanmasına. 1 stəkan şəkər tozu 200 ml, 1 stəkan qatıq 200 ml idi. 1 stəkan da duru yağ əlavə edib yaxşıca qarışdırıram. Qarışdırandan sonra aldığım məhluldan 1 stəkan ayırıb qırağa qoyuram üstünə tökmək üçün. Qaba isə 3 yumurta, bir başqa vanil, bir başqa qabartma tozunu əlavə edib yaxşıca qarışdırıram. Yaxşıca qarışdırandan sonra 380 qram unu da əlavə edib qarışdırıram. Yaxşıca qarışdırdıqdan sonra bişirəcəyim qaba əlavə edib keçirəm almaları doğramağa. 2 almanı yarım halqa şəklində videoda da göründüyü kimi doğrayıram. Doğrayıb piroqun üstünə gül formada düzürəm. Almaları düzdükdən sonra öncədən ısıdılmış sobaya 180 dərəcədə 35-40 dəqiqədə pişməyə qoyuram. Pişdikdən sonra isə 10-15 dəqiqə qırağa qoyuram ki, soyusun.